Bir çoxlarımız məlumatlıyıq ki, hal-hazırda qidalarımız çox sürüləşibdir. Onun tərkibində bizə gündəlik lazım olan bir çox elementlər yoxdur, yox dərəcəsindədir. Onların içərisində ən vaciblərindən biri, insana lazım olan ən əsas elementlərdən biri kalsium deyilən elementdir. Yenə bunun haqqında da çoxlarınızın məlumatı var. O çatışmayanda bədəndə bir çox funksiyalar pozulur. O cümlədən oynaqlarda problem yaranır, kirəcləşmə, kalsinatlar deyilir, buna baş verir. Bundan ən çox yayılanı boyun osteoxondrozudur. Bunun nəticəsində onlara beynindən çıxan sinir kökləri sıxılır, əldə qolda uyuşma yaranır, çeymə yaranır, kürəklərdə ağrı yaranır, beyinə gedən arteriyalar sıxıldığına görə, beyin qan dövranı pozulduğuna görə yaddaş pozulur, yuxu pozulur. Hətta migren ağrılarına qədər bu hallar inkişaf edir. Ona görə məsləhətim budur ki, dünyada analogu olmayan, kalsiumların şahı deyilən bir kalsium var. Çünki o yeganə bir kalsiumdur ki, çöküntü vermir dünyada və tərkibi çox zəngin, 60-70-ə yaxın element var. Üstəgəl orada D vitamini də var, magnezium da var, kalium da var, selin də var və s. və ilə axır. Əldə edin, rahat, ağrısız yaşayın. Sağ olun, salamat qalın.